deməli sübutlar. MT Construction deyilən bir construction olmuyor. Postin qeyd olunur. MT Construction işçi Orxan 050 858 0066. Musa Vahabi 070 310 31 13. Pərviz M Credex. Nömrələr hamısı burada var. Qondarma baş kibecini açan mübarizə açan. Facebook kibe 055 714 Dövlət Xidmətdə oturan Əhmədin nömrəsi, hansı ki mənə saxta sənəd verilmişdi və 2021-ci ildə Baş Əməkdaşı İbrahimin öz narkotik aldıcısı üstünə göndərmək və xüsusilə adından mənə verdiyi əmri gizlətmək məqsədi ilə saxta sənəd verən olub Əhməd. Bunu da Əhməd tapşırıq verən də olub bu xidmətdə oturan Altabə ərazisində yaşayan Vahabi 050 250 2070. Rüşvət La Ligada işləyir. La Liga lazım idi ki, İlqardan rüşvət alsınlar. Qulam Usta lazım idi ki, məni İlqarın ərazisinə yerləşdirəndən sonra Qondarma La Liga, daha doğrusu MT Construction şirkətinin izni itirsinlər. Qulam bildirdi ki, güya ki, özü də həmən şirkətdə işləyir. Araz La Liga'nın meneceridir. Hədə-qorxu gəlmək məqsədi ilə və məni şəkər xəstəsi eləmək məqsədi ilə hədə-qorxular gəlib. 070 694 34 94. Əli Vasifin qohumudur, hansı ki mikroyun ərazisində yerləşdirilmişdilər və ola bilər ki, onlar da mənim qidama nəsə qatıblar ki, məni bir növ şəkər xəstəsi eləyə bilsinlər deyə. Gündüz Vasifin qohumu 077 365 35 13. Əlavə olaraq da ki, Evren Rəhimov Paşa Holdingdən, Paşa Evləri ailəsindən rüşvət ala bilsinlər deyə qondarma rüşvət planı, qondarma bir Qofar adlı şirkət yaratdılar. Və yenə də bizim bu Vahabi, xüsusi mətbədə oturan Vahabi, Nofər Mahmudov adında digər Vahabini cəlb eləmişdi. Eldar Şəhruzun sinif yoldaşı 055 930 1500. Bandatbeldə oturan Kənan Hacıyevonun şöbəsi Eldarın qohumunu kitaya göndərdilər ki, Eldarın özü də öz növbəsində fərqli Mərhami Şəhruzla və onun dostlarından fərqli oyunlar qursun. Asif fövqəladə hallarda Vasifin dostu 050 474 8307. Asif yaşayır bizdən. Asif yaşayır Xutur ərazisində. Asifə də tapşırıq verən Fövqəladə Hallar Nazirliyinindir ki, bu mikroyun ərazisində məni oyuna salaraq yeməyimə nəsə qatsınlar, nəsə belə bir kiçikin oyunlar qursunlar. Famil Malyar Şuvalanındakıdır. Vasif, bu da mənim dost bildiyim şərəfsiz 070 335 38 87. İlham Malyar, yalancı MT Construction'dadır. 055 990 1305. Məni istiqamətləndirdilər. Deməli, İlhamla da tanış olmuşam da. Və indiki Fərhad müəllimlə də tanışdığım həmin bu İlham Malyarın əli ilə keçir. Tərlan, bu da Vahabidir, Musanın adamıdır. Ülvü Musanın fəhləsidir. Ülvdən istifadə elədilər ki, deməli, Baş Əməkdaşı İbrahimin atasının tanışı var. Quru qoşunlarında onlar rüşvət alsınlar deyə. Anar M. Musa 050 265 33 24, o da Gürcüstanla bağlı işlər görür. Böyük ehtimal İlqarın oğlu Tural Gürcüstanda nəsə restoran atmışdı, neynəmişdi, yəqin ona görə rüşvət alsınlar deyə. Elçin Santenikin nömrəsidir və burada qeyd olunan bütün nömrələr, bütün adlar, hamısı Şuvalandakı Anar və s. laxır Məhəmmədə işləyən Hacı Abşeron mənə dəvət olunmuşdur, Fidan Dizayner və s. Bütün bu nömrələr hamısı xüsusi xidmət orqanının rüşvət almağının bir hissəsi idi ki, küllü miqdar narkotik dövrəsinin izni itirsinlər. Əlavə olaraq yenidən telegramlarımı göstərirəm mən sizə. Ayın tarixi burada 2025-ci ildə göndərilib. Mən bu telegramı vurmuşam Rəsulzadə qəsəbəsindən. Bu telegramı ondan ötürü gizlədiblər ki, İlqardan rüşvət alırdılar. Həmin o avtoritet özünə hesab edən o şərəfsizdən. Mən buna görə pul da ödəmişəm. Mənim məktublarım ünvandan çatmayıb. Əlavə olaraq da ki, bir daha qeyd edirəm ki, cənab Vilayət Eyvazova 25-ci ildə yenə telegram vurmuşam. Gördüyünüz bir telegramdır. Telegram qeyd olunub. Azərpoçtda hətta bizim xüsusi orqanın əlinə alaraq mənim telegramım Vilayət Eyvazova çatmayıb. Vilayət Eyvazova hər şey gizlədilir. Əlavə burada yenə mənim vurduğum və ödədiyim məbləğlər də var. Yenə 02.04.2026-cı il. Cənab Ramil Usubova vurmuşam telegram.
Məktub da doğrusu göndərmişəm də. Ramil Yusufova məktub çatmayıb. Bütün Azərpostu hamısını əlinə alıb. Rəna Həyasın valideynləri və digərləri. Burada başqa bir Telegramım da var. Telegramım vurulub mənim deməli 19-11-2025-ci ildə. General Mayor Əbülfət Rzayev cənabına ünvanlamışam bu telegramı. Və General Mayor Əbülfət Rzayevdən bu telegram hələ də gizlədilir. Başqa bir telegram yenə 03-04-2026-cı il. Cənab Əbülfət Rzayevə məktub göndərmişəm, gördüyünüz kimi. Azərpost bu məktubu göndərməyib. Azərpost bu məktubu əldə edirlər, məktubu açırlar, məktublarım ifşa olunur. Cinayət epizodları, yazdıqlarım təhlil, analiz elədikdən sonra birbaşa xüsusi xidmətin aldığı rüşvətə kömək və dəstək dururlar. Və vurduğum başqa bir telegram. Bu telegram mən bunu gördüyünüz kimi İnqilab İspan Məhəlləsi Zeytun 234-dür. Bu yanlış ünvandır. Əslində buranın ünvanı Zeytun 121A ünvanıdır. Abdullah Məzid Yasovman tərəfindən telegram vurulub. İndi telegramın hara getdiyinə baxaq. Deməli, Azərpost MMC-dən göndərən peşəyə peşə 8. İndi bu tərəfə baxaq. Qəbul edilib peşə 119-a. Hal-hazırda Dövlət Təhlükəsizlik Xidməti mənim telegramlarımı bir növ belə deyək də Vilayət Eyvazovdan gizlədirlər və General Mayor Əbülfət Rzayevdən gizlədirlər. Mən istərdim ki, ilk növbədə General Mayor Əbülfət Rzayev də bilsin ki,